kapitan topladı. Sağ cinatta Kaşuk. Kaşuk. Götürmeye kapı önüne. Savo ve gol! Zakaria Savo! Qarabağ formasıyla ilk golunu vurur. Dette. Manga yalnız indi meydana qayıtdı. Gol tekrarını izleyirik. Kaşuk. Rəqibdən uzaqlaşdı, qapı qarşısına ötürmə etdi və Zakaria Savo da başla dəqiq oynadı. Boş mövqe açıldı və əla zərbə ilə qapçı Steinarsonu məyus elədi. Sıfırdan başlamağa çalışırlar, lakin Kaşuk topu Qarabağ qazandırdı. Pedro Vicario, Varkoni, Kadilonir. Yankovic'i gördü ama topu ona çatıra bilmedi. Buna bakmayarak Zubir topu kazandı komandan için. Zubir! 2-0! Abdullah Zubir! Qarabağın döyünən ürəyi. Qarabağın artıq veteranlarından biri. Bir anlıq konsentrasiya etkisi West Ham müdafiəçilərindən cəzalandırıldı. Zubir əla oynadı burada. Topu rəqibdən çox yaxşı aldı. Her şey bak buradan başlamıştı. Yankovic top çatmadı. Lakin Zubir sanki bunu gözləyirdi. Topu rəqibdən aldı, ilerledi. Və qapçının başı üzərindən aşırma zərbə ilə gözəl şəkildə topu West Ham qapçısına göndərdi. Qarabağ 2, West Ham 0. İlk hissəni çox güman ki, Qarabağ futbolçularımız. Lobato ara ötürməsi. Ronaldo Sefas sürət yıxır, mərkəzi keçir. Sefas qapçıya təpədə çıxa bilər. Ronaldo Sefas ötürmə verdi. Zərbə və gol! Oldu West Ham ve derhal cezalandırıldı. Zakaria Savo'ydu ilerleyen. Aslında ilk bakıştan onun Sefas olduğunu düşündüm. Yeni futbolculardı Qarabağda, biz de öğrenmeliyik. Yekunda Sefas golü vuran futbolcu oldu. Savo gol ötürməsini də əlavə etdi vurduğu gola. İki məhsuldar hərəkət ilk oyunda Zakaria Savo.